rəsmi qara ağ və qırmızı tonlarda işləmişəm. Qara ağ keçmiş kədər tarixi hadisəni bildirir. Qırmızı qan, şəhadət, fədakarlığı simvolizə edir. Təsvir olunan səhnə İslam mədəniyyətində mühüm tarixi hadisələrdən biri olan Kərbəla döyüşünü işarə edir. Bu şəhid olunan kəs Həzrəti Hüseyndir. Bəzən sənət sadəcə bir ifadə vasitəsi deyil, həm də bir həyat tərzidir. Bu hekayə rəsmlərlə nəfəs alan bir insanın öz yolunu necə tapdığını göstərir. Mən əslində 7-8 yaşımdan bəri şəkillə məşğul oluram, rəsmlər çəkirəm. Ətraflı baxıram, internetdə baxırdım vaxtlara, YouTube vasitəsilə. YouTube-da olan necə çəkirlər, hansı bir formada, hansısa bir obyektin necə çəkilməli olduğunu sıfırdan pillə-pillə baxıb ona uyğun çəkirdim, öyrənirdim. Amma belə deyək, lap məktəb vaxtına başlamamışdan əvvəl mən cərrah olmaq istəmişəm. Bizdə evdə cərrah kitabları və tibbi kitablar olduğu üçün mən onları oxuya bilmirdim. Sadəcə şəkilləri vərəqləyib, şəkillərə baxırdım. Bəlkə də rəssamlıq olan həvəsim o kitabları vərəqləməkdən başladı və ətrafda olan obyektlərə baxıb nəzər edib, diqqət yetirib hansısa bir əşyanı oxşamağa çalışırdım və alınırdım. Məktəbdə də müəllimlər məni kəşf elədi. Gördülər ki, mənim rəsmə qarşı həvəsim var, marağım var. Onlar da sağ olsunlar məni dəstəklədi. Ailəm də təbii ki, gördü, atam, anam və nənəm. Sağ olsunlar, ailəm ilə mənə dəstək oldu. Onlar da gördülər ki, mənim ali qabiliyyətim var, yəni həvəsim var. Beşinci sinifdə oxuyurdu. Elə görürəm çəkir, həvəsi var. Özüm də görürəm ki, yaxşı bacarır da, pis bacarmır, maraqlanır. Kompüterdə, internetdə baxır, çəkir. Pis çəkmirdi, yaxşı çəkirdi. Sonra çalışdım ki, qoy getsin də rəssam olsun. Özü də həvəsli idi, istəyirdi. Sonra Afaq müəllim var burada. Onun yanına qoydu, orada daha da yaxşı öyrəndi. Hər işinə maraqlanmışam, hər işinlə, hər dərsə getdi, necə gəldi, nə elədi, nə çəkdiniz, göstərirdi, gətirirdi, müəllimlərlə əlaqə saxlayırdı. Müəllimlər də razı idi, qəşəng çəkir. Rəvan çox yaxşı çəkir. Bəzən bir insanı anlamaq üçün onun anasına baxmaq kifayətdir. O da sənətə inanırdı və o inam bu günə qədər yaşadı. Səkkiz və 9 sinifdə də Afaq xanım, rəssam Afaq xanım, ona müraciət elədim. Onun yanında bir müddət hazırlığa gəldim. Naturmortlar falan öyrəndim. Xırdalıqları, kişilik, kölgəni və kompozisiyanı, komponovkanı qurmağı öyrəndim onun yanında. İlkin mərhələ bu oldu. Bir müddət məşğul olandan sonra kolleci imtahan verdim və kolleci qəbul oldum. Sadəcə olaraq davam etdirmədim. Və düşündüm ki, 10-11-ci sinifləri oxuyum və universitetə qəbul oldum. Və belə də oldu. 11-ci, 10-cu sinifləri oxudum. İmtahan verdim. Müəyyən qədər məqbul bal yığdım imtahandan və qabiliyyət imtahanına girdim. Bu 10-11-ci siniflərdə isə təbii ki, Afaq xanımın yanına gəlib gedirdim, hazırlaşırdım, sağ olsun mənə dəstək olurdu, kömək olurdu, müəyyən şeylər öyrədirdi. Onun da əziyyəti üstündə çox olub. Və imtahan verdim, 9-10 bal yığdım imtahandan və keçdim. İncəsənət Mədəniyyət Universitetinə qəbul oldum. Dekorativ tətbiqi sənət üzrə, ixtisas üzrə.
Mən o divarda çəkmiş olduğum əsərdə isə orada qədim adət-ənənə olan Bakılı adət-ənənəsi, kişilərin daha çox yaşlı kişilərin bir yerdə toplaşıb nərd oynamaqları, hansı bir mövzu haqqında danışmaqları, sırf ağacın altında, çünki yayda hava isti olduğu üçün kişilər daha çox ağacın altında yığışırlar. Cavan cavanlar isə çox vaxt qoca kişilər nərd oynamaqlarına, söhbətlərinə qulaq asıb onlara təcrübə yığırlar. Bəzən isə cavanlar da qoca kişiləri, yaşlı kişilərə isə samavar çayı qaynadırlar. Orada təsvir edildiyim kimi bir cavan uşaq odun sındırır və samavar qaynadıb dəmləyir kişilər üçün. Rəvanı artıq illərdir ki, mən tanıyıram. Kiçik yaşlarımdan deyərdi. Elə bir dünəli idi. İlk dəfə yəni onu gətirdilər yanıma və əl işləri məktub bilirdi ki, çox istedadlı uşaqdır və bu uşaqla işləyə bilərəm. Mən də ki, bilirsiniz necədir, tələbələrlə ümumiyyətlə tələbələr yanıma gətirəndə ki, məsələn bu uşaqla məşğul ol, tutalım. Baxıram ki, bu uşaq nə yarada bilər. Rəvanın işlərinə baxanda orada o tonallıqları, o rəngləri tutdum ki, bu uşağın yəni gələcəyi necə deyərlər, parlaqdır. O rəssamlığın o xırdalıqları vardı. Necə zərgərlər üstündə işləyirsə, biz də yəni o xırdalıqları işləyirik. Rəvanla o etapları keçə artıq o gəldi çıxdı institut illərinə hazırlığa və lisələrin ki, Rəvan əməli başlı, yəni bu sahədə özünü yaxşı göstərir də, yəni işləri artıq əlaya doğru gedir. İnstitut hazırlıqlarına başladıq. Rəvan institutda hazırlıqda çox yaxşı nəticələr göstərdi və daxil oldu İncəsənət Universitetinə daxil oldu. Tələbə olduğu bu məktəb ona sadəcə bilik deyil, həm də inam verdi. Və mən Zəngəzur Universitetinə qəbul olandan sonra və artıq bildim ki, bizim universitetdə sadəcə dekorativ tədbiri sənət fakültəsi ixtisası olaraq 2 ixtisas var, Qablin və Xalça. Mən düşündüm ki, Qablin mənə daha çox yatqındır qəlbimə. Çünki istər eskizlərin dekorativliyi olsun, istər eskizlərin çox rəngarəngliyi olsun, eskizlərin müxtəlif formaları salmaq, heykəl formasına və yaxud da ki, kvadratdan çıxıb hansısa bir formaları salmaq olsun, mənə çox yatqın gəldi. Mən düşündüm ki, Qablin sənəti ilə davam etdirim. Burada vurğulayım ki, Maşdağada tək qabiliyyətçi rəssam mənəm. Qobelin qarşısında dayanan insan artıq başqa bir insandır. Artıq müəyyən bir yerə gələndən sonra mən qarşıma məqsəd qoydum ki, mən tanınmış bir rəssam olacağam. Özümdə bunu məqsəd qoydum və inşallah da məqsədimi yerinə yetirmək kimi bir fikrim var. Qablin sənəti mənə çox yatqındır və çox ürəyimə yatır. İstər sapları rəngarəngliyi olsun, istər orada olan hərəkət olsun, istər orada olan plastika olsun. Çoxsu toxuyanda, ətrafda və yaxud da ki, qohum tanışlara göstərəndə işlərimi, onlara tanıtdıranda onlar zənn edirlər ki, mənim toxuduğum iş xalçadır. Lakin olaraq Azərbaycanda Qablin sənəti o qədər geniş yayılmadığı üçün, Qablin anlayışı daha çox geniş yayılmadığı üçün hər kəs xalça bilir. Mən isə tanıdım ki, xalça Azərbaycana xas olan bir sənətdir. İstər qədimlik olsun, istər ənənələri olsun. Qablin sənəti isə Avropadan bizə gəlir. Gerçək budur ki, Qablin və xalçanın çox fərqləri var. İstər rənglərində olsun, istər formalarında olsun, istər quruluşunda olsun. Xalçada sırf naxışlar, elementlər, müəyyən bir məna, istər rənglərin mənalığı, istər naxışların mənalığı və xalçada isə belə bir iş var ki, xalçanın öz strukturu var. Çərçivə, ana çərçivə, haşiyə, ortadakı elementlər, naxışlar, o naxışların, o çərçivədən, o haşiyədən çıxmaq olmur. Çünki artıq bu qayda qanunu, adət, ənənəni pozsan xalçada, bu artıq toxunmuş bir iş sayılır, yəni bir növ qablin sayılır. Qablin isə
istədiyin formada, istədiyin ölçüdə, istədiyin rənglərdə, istədiyin eskiz yaradıb toxumaq mümkündür. İstər qabilində bugünkü gündə geyim olsun, istər çanta olsun, istər əşya olsun, istər heykəl olsun, istədiyin eskizi qabiliyyətinə uyğun yaradıb onu toxumaq mümkündür. Xüsusi təyinatların generalı olan Hikmət Mirzəyevi mən burada baxışlarını, gözlərindəki həm kədəri, həm hissi mən burada verməyə çalışmışam. İstər insan üz quruluşunda, istər əsərin üstündə baxışlar ən əsas obyektdir. Hikmət Mirzəyevi Şuşanın Fatihi adlandırırlar və onun üçün Hikmət Mirzəyev burada həm kədərli, həm əsəb və həm qürur verici baxışları var. Ara sıra indi mənim də başım doğrusu qarışıq olur öz işlərə, sərgilərə və onun uğurlarını görürəm sosial şəbəkələrdə, məni çox sevindirir. İnanıram da ki, Rəvanın gələcəyi çox bu sahədə parlaqdır və bizləri də, yəni məni də bir müəllim olmuşam, sevindirəcək gələcəkdə öz əsərləri ilə, öz uğurları ilə və ona həyatda yaradıcılıqda uğurlar arzu edirəm. İndi şükür yaxşı da universitetdə oxuyur, axırıncı kursdur. İnşallah gələcəyi yaxşı olar, tanınmış rəssamlardan olar. Bizi də sevindirər bir valideyn kimi. Məncə hamı, bütün valideynlər istəyər ki, övladları tanınmış olsun, sevilsin. İnşallah yaxşı olar. Həyat bir yoldur. Kimisi susaraq gedir, kimisi rənglərlə. Onun yolu sənətlə quruldu və bu yol hələ davam edir.